Keçirik xərçənglərə. Görək özümüzə gələn həftə xərçənglər üçün nə göstərir? Necə olacaq? Deməli, xərçənglər üçün üzümüzə gələn həftə göstərir ki, ailə daxili mübahisələr, problemlər olacaq. Ola bilsin bir qadın müdaxilə eləyir, bir qadın araya söz-söhbət salır. Xərçənglər üçün, yəni ki, ailə münaqişəsi gözləyir. Səbirli olmaq, yəni səbirdən başqa yol yoxdur, səbirli olmaq lazımdır. Çünki sizə kimsə arxanızda iş çevirir, sizə pislik eləyir, sənin üçün elə bir ki, tələ qurur. Çətinliklər var, problemlər var və bütün problemlərin ötəsindən gələcəksiniz. Yəni bu böyük bir yük, bu çətinliklər ortadan qalxacaq. İşlə bağlı isə qərarlar verməlisiniz və ağıllı qərar sizə maddi baxımdan pul gətirəcək, biznesdə irəliləmə gətirəcək. Bu həftə, daha doğrusu üzümüzə gələn həftə xərçənglər üçün ailə daxilində çətinliklər, problemlər falan göstərdi. Gəlin indi baxaq. Sevdiyi insan, onun haqqında fikri, bir kart çəkəcəm. Onun haqqında düşüncələri, münasibəti. Harasa yola gedəcəklər, uzaq bir məsafəmi gedəcəklər. Səyahətə çıxmaq, nəyəsə dincəlməyə ehtiyac, hər şeydən uzaqlaşıb harasa getmək fikir var. İstəyir, əslinə qalsa həyatınızda olan insan sizə mənəvi cəhətdən dəstək olmaq istəyir. İstəyir ki, sizin bu ruh halınızı yaxşılaşdırsın. Məncə sevgidə yaxşıdır.